Yəqin ki, sosial şəbəkələrdə bu cür videolara çox rast gəlmisiniz. Elə ən son videolardan biri də budur. Daha əvvəl Rusiyada avtobusdakilərdən icazə alıb, qarın üstündə namaz qılan bir ağsaqqalın videosu da gündəm olmuşdu. Ondan əvvəl avtobusun içində cəmaatın ətrafında namaz qılmaq. Bu cür videolarla nə düşünürsüz? İnsanları din, məkan, zaman, ibadət tanımır deyəmi düşünürsüz? İnsanları haqq yoluna mı gətirdirsiniz? Özünüzün dindar və imanlı olduğunuzu cəmiyyətə və dünyaya sübut eləməyə mi çalışırsınız? Bilmirəm nədir, amma imanın vaxtı və yaxud da məkanı müzakirə etmək istəmirəm. Amma bu cür natəmiz yerlərdə ibadət eləmək elə ən böyük günahdır. Üstəlik də ki, insanların zamanından uğurlayıb, özünə Allaha zaman ayırmaq da sözün əsl mənasında elə gülünc hədəfindən başqa insanı heç nə eləyə bilməz. Eləməyin. Vallahi ayıbdır. Biraz gecikin və yaxud da ki, hesab kitabınızı, yolunuzu elə müəyyən eləyin ki, ortada qalmayın. Nəqliyyatda olmayın. İbadətinizi eləyin, elə yola çıxın. Daha yolun ortasında ibadət eləməyin. Vallahi gülməlidir. Kənardan baxanda kimsə demir ki, halal olsun. Bu insan hər yerdə ibadət eləyir. Kənardan görünən odur ki, bu da başqaları kimi özündən şou açır. Dini isə şouya və yaxud da ki, dəbə tökmək heç də ağla sığan deyil. Bunu eləyənlərin o namaz üstündə ölüm akımını eləyənlərlə heç də böyük fərqi olmur. Sadəcə gülməli görünürsünüz.